Salam dostlar. Sizə multimetr haqqında bildiklərimi bölüşmək istəyirəm. Multimetrlər fərqli olurlar. Əlimdə gördüyümüz bu normal, yəni normal multimetrlərdən hesab olunur və elektriklərin demək olar ki, bütün işlərini görə bilir. Amma başlanğıc üçün daha ucuz, məsələn, inşaat mağazalarında 10-15 manat satılan multimetrlər var. Onlardan istifadə edə bilərsiniz. Onlar da öyrənmək üçün yaxşı vasitələrdir. Bu isə təxminən 50-60 manat arasında dəyişir. Çünki funksionallıq bunda biraz daha çoxdur. Keçirəm işləmə qaydasına. Bunun iki şübhə olur. Multimetrlərdə 2 dənə belə bir şübhə olur. Burada taxılan yerləridir. Burada com yazılan hissəyə biz həmişə çalışmalıyıq qaranı taxaq, yadda belə qalsın. Bu formada. İkinci qırmızı şübhə isə, görürsünüz burada 3 dənə yuva var. Bu yuva əgər biz Hz tezliyi və yaxud da həcmi və yaxud da prazvonka, müqavimət, voltaj, temperatur, yəni bu funksiyaları ölçəcəksə, qırmızı şübhə bura taxırıq. Yox, əgər amperajla bağlı əməliyyatlar edəcəksə, qırmızı şübhə bura taxırıq və yaxud da ki, tezlik bura taxırıq. Yəni bu tezlik bizə çox az lazım olur, amperaj hərdən lazım olur. Ən çox istifadə olunan funksiya elektriklər üçün bu hissədir. İlk funksiya bizdə olacaq burada NCV funksiyası. Bu kabellərin üstünə tutaraq, məsələn burada onun datçiki var. NCV yazılıb. Kabellərin üstünə tutaraq orada gərginlik olub olmadığını ölçmək üçün, yəni belə üstü örtülü kabellərdən söhbət gedir. Yəni onu kəsmədən, açmadan orada cərəyan olub olmadığını ölçmək üçündür. Bunun üçün heç nə, bunu götürüb tuturuq belə bunun üstünə. İstənilən hissəsini tuturuq kabelin. O bizə orada gərginliyin olub olmadığını göstərir. Bu həm də divarın içindən də göstərir. Məsələn, 1 sm-ə qədər və yaxud da ki, bəzi yerlərdə 2 sm-ə qədər olan hissələrdə gərginliyin olub olmadığını göstərir. Fikir verirsiniz, burada müəyyən bir məsafə var. Tam toxundurmuram. Təxminən 1 sm-dən biraz artıq. İkinci funksiya bizdə sabit cərəyandır. Yəni akkumulyatorları falan ölçmək üçün olan cərəyandır. 60-600 mV-dan başlayır. 1000 volta qədər gəlir. Yəni bu şubların hərəsini, məsələn, şubların birini plusa, birini minusa qoyub burada voltajı görmək olar. İkinci və dalğalı. Bu dəyişən cərəyandır. Bunu köhnə videolarda göstərmişəm sizə. Bu da 1000 volta qədər rozetkalarda evə gələn gərginliyi ölçə bilir. Növbəti funksiyalar cərəyan şiddətidir. Amperlə ölçülür. Dəyişən cərəyan və sabit cərəyan. Bunları ölçmək üçün xüsusi bir video hazırlayacağım, hansı formada ölçülməli. Çünki bu birbaşa şubları bağlamaqla ölçülmür. Onu başqa cür ölçürlər. Həm dəyişən cərəyan, həm də sabit cərəyanı, yəni amperajı ayrıca video çəkib göstərəcəm. Deməli, növbəti funksiya C, temperatur funksiyasıdır. Bu testerin özünün xüsusi belə bir şübhə var, indi üstümdə deyil. Onu taxırıq bura və ucun dəmirini istənilən səthə yaxınlaşdırıb, onun temperatur nə qədər olsa ekranda göstərəcək. Bu ən çox mənə lazım olur kombilərin təmirində, kombilərin həm istilik çıxışlarında, girişlərində